Mənim ümumi dediyim bir söz var axırda. İndi baxın görün təhqirdir yoxsa yox. Ən kasıb yaşayan məcburi köçkün 2 yerdə evi var. Təhqirdir məcburi köçkünə. Təhqirdir, bax sual verirəm sizə. Ümumiləşdirirsiniz. Başa düşdüm, ümumiləşdirirəm. Təhqirdir, nədir o? Ən kasıb yaşayan məcburi köçkün 2 yerdə evi var. Təhqir olmasa təhqirə yaxın Üzr bir şeydir. istəyirəm. Ən kasıb Hardadır? yaşayan məcburi köçkün bir yerdə evi var. Siz Ümumiləşdirmək budur. Dərnəgüldə yaşayan qaçqınlar, kəşkünlər görmüsünüz necə Mən sizə yaşayırlar? deyirəm ki, bir otaqda, evimin içində yaşayırlar, bir otaqda. Bəs siz o sözü niyə işlədirsiniz ki, ən kasıbının 2 dənə evi var? Niyə işlədirsiniz o sözü? Yaxşı, imkansızda 5 yerdə evi var, böləndə ən kasıbı Yox, bütün məcburi köçkünlər təhqir Burada harada edirsiniz. təhqir var? Yenə deyir təhqir edirsiniz. Siz necə dasentsiniz ki, təhqirlə tənqidi seçəmirsiniz? Dasetimizdə təxli yoxdur. Yox, Yenə də siz imkan dasentsiniz, dərəcədə siz tərəflər necə var. sizin təhqirlə tənqid nədir? Və insan onu təhqir kimi qəbul edir. Mən deyil. Kim necə qəbul edir özü bilər. Mən daxmada yaşayıram. Mənə də görə siz yaxşı ata deyilsiniz, başqasının qızını aşağılayırsınızsa. Siz çox pis atasınız mənə görə. Amma mən bunu durub sizə video çəkib üzümü Akif Nağıya tutub demirəm ki. Deyirsiniz. İndi üz-üzə deyirəm mən Yox, sizə. elə- Sizin cürətinizin çatmadığını mən sizin üz-üzə deyirəm. Nə cürət? Və mən yenə də deyirəm, mən kimin qızı olduğum bugün ortada. Siz də kimin oğlusunuz? Sakit söhbət edirik. Mən sizə son verirəm də. Emosiya yönətmirəm. Keçmirsiniz. Lirikaya keçməyin deyənəndə. Başa düşmürəm, siz kamerun arxasına keçib məni aşağılaya bilirsiniz. Məcburi köçkünlər. Ora keçməyin, bura keçin. Siz Məcburi niyə köçkünlər keçirdiniz sizdən qırmızı narazıdırlar. xətti? Niyə narazıdırlar sizdən? Məndən narazıdırlar, tələb edin dövlətdən həbsini. Yox, tələb yox. Tələb edin dövlətdən həbsini məndən Siz narazıdır. deyirsiniz ki, mən ümumiləşdirməmişəm. Hə. Mən konkret Mən sizə şuna dedim də, istəyirsiniz 10 şey gəldiyim bu dəqiqə versinlər O da ekrana. insanlara mənfi təsir göstərirsə, siz düşünün ki, Ay kişi, kimsə mənim haqqımda sən fikirdədir, sən yenə də deyirəm, palaza bürünüb dalı ilə Yox, bir sürünəsən, nəfər, o iki sual nəfər yox. verirəm. Əgər kütləvi şəkildə sizin haqqınızda... Çünki sizi kimi onun üçün- manipulyasiya eləyirlər. Niyə manipulyasiya eləyir? Heç mən Baxın, qarışmamışam o prezidentə işə. müraciət eləyir Siz birisi. o- Sən o- Şuşadan olan birisi, Norveçdə yaşayan bir qızdır. Bilmirəm, Real televiziyası müxbiridir, nə idi? Prezidentə müraciət yazıblar bu boyda. Bunu özlər bilərlər. Birinci müraciətdən sonuncu müraciətə qədər yalandır. Sual verirəm, prezidentə yalan müraciət ünvanlamaq olar? Səidə Bəkir qızı kin və nifrət ritorikası. Səidə harda kin nifrət qusub ki, məcburi köçkünlərə xəbəri yoxdur onun. Bax, bu studiyada siz o ruhdan danışırsınız.